Deməli belə. Yoldaşlar, sınaq 14-də. Birinci sual belədir. Sxema əsasən A və B məntəqələri arasındakı hündürlük və atmosfer təzyiqi fərqini müəyyən edir. Uşaqlar, bunu tapmaqda ötəri B-də və A-dakı temperaturların fərqini tapmalıyıq. 15 çıxılsın 3 neçə elədir? 12. Sonra temperaturu hesablamaq üçün 1000-ə nə qədər idi? 6. 12 Selsiyə nə olacaq? X. X buradan bərabərdir 2000 metr. 2000 metri də təzyiqə çevirmək üçün bilirsiniz ki, 10 metrə nə qədər dəyişir? 1 millimetr. 2000 metrə nə olacaq? X. Buradan da X-i tapanda neçə elədir? 200. Doğru variantımız yoldaşlar D variantı. Bu tipli sual keçən il yox, ondan əvvəlki qəbulda da var idi. Baykal və Balxaş göllərinin yerləşdiyi ölkələrə aid olan xüsusiyyətlər. Baykal gölü hamımız bilirik ki, haradadır? Rusiyada. Balxaş gölü də yoldaşlar bilirsiniz ki, Qazaxıstandadır. Bizə sualda deyir ki, aid olan oxşar xüsusiyyətlər. Oxşar. Deməli, inzibati ərazi quruluşu federativ səhvdir, çünki Qazaxıstan unitardır. Türk dilli ölkə səhvdir, çünki Rusiya Slavyan xalqıdır, indi Avropadır. Ərazidə iki qitədədir, bəli, Ural dağları ərazilərdən keçir deyə, onların həm Avropa, həm də Asiyada hissələri var. Cavabımız nə bəndidir? C. Sahələrinə görə Kanadadan sonra 3 və 4-cü sıradadılar, yanlışdır yoldaşlar. Rusiya, Kanada, ondan sonra gəlirdi Çin, ABŞ, aydın oldu. Ona görə də bu ifadə yanlışdır. Bu ölkələr Azərbaycan və quru sərhədinə malikdirlər. Yoldaşlar, Qazaxıstan bizdən quru sərhəddir, yoxdur, biz Xəzər üzərindən sərhəddik. Sonra gəlirik nəyə? Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin deyir. Yəni sizə burada verilmiş ərazilər, Böyük Qafqazın Şimal-Şərq Yamazın çayları, hansı ki Samurçay, Qusarçay, Qudyalçay, Qaraçay, Vərvərəçay, Şabransay, Gilgilçay və Ataçay aiddir. Naxçıvan çaylarına Arpaçay, Naxçıvançay, Əlincəçay, Gilancay və Ordubatçay aiddir. Birbaşa Xəzərə tökülür söhbəti Şimal-Şərq Yamazıdır. 1. Arazın sol qoludur söhbəti yoldaşlar Naxçıvanın çaylarıdır. 2. Axarsız hövzəyə aiddirlər. Hamısı axarsız hövzədir, çünki Xəzər axarsız hövzədir. Mənbələri Cavan dağlardan başlayır. Yoldaşlar, Azərbaycanda olan bütün dağlar necə dağlardır? Cavan dağlardır. Ona görə də ortaq cəhətdir. Sonra bu çayların birindən Azərbaycan ərazisindəki ən uzun suvarma kanalı başlayır. Əlbəttə ki, Samur Abşeron kanalıdır. O da olacaq yoldaşlar hara? Əlbəttə ki, Samur çayına, Böyük Qafqazın şimal-şərqinə və son olaraq bir dənə 5 deməliyik burada. Mənsəbləri okean səviyyəsindən yuxarıdadır. Yuxarıda Naxçıvanın çayları. Yoldaşlar, cavabımız 1-6, 2-5, 3-4 variantımız A variantı 3-cü sualda. Növbəti test tapşırığına nəzər yetiririk. Sual belədir. Sualda bizə deyir ki, xəritə sxemi əsasən subtropik iqlim qurşağının il boyu rütubəti bərabər iqlim vilayətlərinin yayıldığı ərazilər bilirsiniz. Ancaq cənub yarımkürəsində subtropik qurşağın şərq sahillərində isti cərəyanların təsiri ilə. Bura uyğun gələcək 4. 4 yoldaşlar bilirsiniz, La Plato balığıdır. Dünyanın ən böyük taxılçılıq rayonlarından biridir və Pampa hövzəsidir. Sonra 1. Əjda dağlarının cənub-şərq ətəkləri və bir də 6. Əlbəttə ki, Sidney və Melbourne şəhərlərinin olduğu yerlər. 1, 4, 6 cavabı D variantı bizim düzgün cavabımızdır. 5-ci suala nəzər yetirdik. Dərəcə toruna əsasən gecə və gündüzün növbələşməsinin pozulduğu deyir və qütb ulduzunun görünmədiyi, gözəl yoldaşlar, görünmədiyi cənubdur. Gecə və gündüzün adi növbələşməsinin pozulduğu isə bəli 66.5 ilə 90 dərəcə enliklər arasıdır. Bu da uyğun gələcək bizə verilənlərdən cənubda bu məntəqələrə 2, bir də yoldaşlar 5 tamamilə doğrudur. Variantımız Y variantı hesab olundu 5-ci sualda. 6-ya baxırıq. Cədvələ əsasən doğru bəndi müəyyən edin. Yoldaşlar, təbii qaz ixracatçısı Avstraliya ola bilər, Yaponiya idxalçıdır, doğrudur. Kömür ABŞ satır və Braziliya alır, bu da doğrudur. Niyə səhvdir ki? Doğrudur. Boksiti Yaponiya satmaz, nefti İndoneziya satsa da car almaz. Aydın oldu yoldaşlar, carın öz daş kömürü var. Aydındır. Düzgün cavabımız 6-da oldu verilənlərdən D bəndi 1 ilə 2. Uşaqlar, Braziliyanın yerli daş kömür ehtiyatları az miqdarda olsa da var. Lakin öz daxili tələbatını tam ödəmir. Metallurgiya üçün məcbur idxal edir. Yəni alır. Başa düşdünüz? Ona görə cavab D-dir. 7-yə baxırıq. Ölkədə 2000-ci ildə 28 milyon, 2020-ci ildə isə 30 milyon nəfər. Deməli, nə qədər 20 ilə nə qədər artıb? 2 milyon nəfər artım var. Bunu bildik. Bizə deyir ki, əhali artımının 8% miqrasiya hesabına olub. Yəni biz əvvəlcə 28 milyon 8%-ni tapa bilərik də, düzdür? 28 milyonun 8%. Nə qədər olacaq? 28 vur 8 bölünsün neçə? 100. Yoldaşlar, bu nə qədər eləyir? 2 tam %20. 2 tam yüzdə neçə? 24. 2 tam yüzdə 2 milyon. 2 tam nə qədər? 24. 2 %24. 224 milyon bizim miqrasiya hesabına artımızdır. Deyir ki, təbii artımın neçə milyon nəfər olduğunu hesablayın. Deməli, əhali artımının 8%-nin miqrasiya hesabına olduğunu nəzərə alaraq, deməli, əhali 2 artımı milyon 8%-ni tapsaq olmur. necə? 2 milyon 8%. Elə 1 tam %84 edilir. Yoldaşlar, burada problem bilirsiniz nədir? 8% Burada miqrasiya. 8% miqrasiyaya görə olur. 92% təbii artıma. Bəli, bəli. 8 milyon 92%-ni tapırıq. Hədə Biraz sərqası var.
Yoldaş, biraz belə deyək də, burada problem bilsin nədir? Əhali artımı 2 milyondursa, ümumiyyətlə artım nəyə görə olur? 28 milyona olur. Burada problem bilsin nədir? Düzgün hesablama aparmayıblar bu testdə. Bu testdə bilirəm, onlar da sizi kimi düşünüblər, 2 milyona görə düşünüblər, amma qulaq asmırsınız. Amma düzgün yanaşma deyil. Artım mövcud əhaliyə görə olan artımdır. Aydındır? Yəni artım hansı 28 milyona görə olur. Sən artım faizi qeyd edirsənsə 28 milyona görə qeyd etməlisən. Aydın oldu? Bu testdə sıxıntı var. Yəni o məntiqlə yanaşanda biz 2 milyonun 92%-ni də tapanda cavabımız əlbəttə A eləyəcək. Aydın oldu? Amma məsələdə problem nədir? Əhali artımı mövcud əhaliyə görə olur. Yəni həmin əhali mövcud olmasaydı əhali arta bilməzdi. Yəni sən 8%-lik artımı sadəcə belə deyəndə 2 milyon üzərindən qəbul eləyə bilməzsən. Ümumi əhali üzərindən qəbul eləməlisən. Başa düşdünüz? Ona görə də bu sualda sıxıntı var. Sual ulduzlu sualdır. Sonra 8. 8-də nədir məsələ? Yanlış bəndi müəyyən edin. Balkan yarımadasının Kars platosu yerləşir, doğrudur. Sloveniya, Poston mağarası. Skandinaviya dağlarında Turok dərələri üstünlüyü təşkil edir. Doğrudur, çünki orada buzlaq relyef formaları var. Orta Avropa geniş düzənliklərə rast gəlinmir ifadəsi səhvdir. Orada bilirsiniz, Almaniya, Polşa ovalığı var və sahillər enməyə məruz qalır və polderlər var. Cənub-Qərbi Asiyada eol relyef formaları rast gəlinir. Bəli, səhralar var. Böyük nəvli, kiçik nəvlidir, bəlxali. Dünyanın ən dərin çəkişlərindən biri Mərkəzi Asiya Turfan çəkilib. Yarışan da -155 metr. Aydın oldu. Sonra 9-a baxırıq. 9-a bizə deyir ki, ərazilərində irriqasiya işləri daha çox aparılan türk dövlət və qurumları. Uşaqlar, Tataristan olmaz əsasən mülayimlərin ərazisidir. Azərbaycanda irriqasiya aparılır, doğrudur. Türkmənistanda aparılır Qaraqum səhrasında, Qaraqum kanalına görə. Başqırdistan olmaz mülayimlərdədir. Xakasiya olmaz Sibir regionudur. Cavab Özbəkistandır. 2-3-5 cavabımız A bəndi hesab olundu 9-cu sualda. 10-cu test tapşırığı verilmiş sxemin aid olduğu təbii vilayət. Uşaqlar, qışı soyuq keçən yarımsəri qurusol söhbəti gördünüzsə, bura bir dənə yerdir. O da Naxçıvan vilayət. Yəni orta Araz variantımız C. Yayı quraq keçən soyuq və zirvələrdə dağ, tundra. Burada mülayim isti iqlim tipinə rast gəlinmir. Test tapşırığı aydındır. Yoldaşlar 11-ci test tapşırığına baxırıq. Araz vadisi iqtisadi belə deyim də iqtisadi və sənaye parkının yaradılmasında nəzərdə inzibati rayon Araz çayı sahilindəki Cəbrayıl rayonu hesab olunur. Variantımız A variantı. Yoldaşlar, Cəbrayıl rayonu Şərqi Zəngəzur iqtisadi coğrafi rayonunun tərkibindədir. Okey? Sonra doğru bəndi müəyyən edin. Doğru bənd belədir ki, marikultur təsərrüfat Monqolistanda ola bilməz, çünki okean sahili olmalıdır, dəniz sahili. İtaliyada ətlik, südlük yox, əksinə südlük və südlük ətlikdir. Cənubi Avropada bu proses İspaniya və Portuqaliyada. Haradadır? İspaniya və Portuqaliyada. Ətlik istiqamətli qoyunçuluq mülayim qurşaqda inkişaf edib. Bəli, subtropik və mülayimlərin rütubətli rayonları və dağlıq ərazilərdə ətlik idi. Cavab C. Zərif yunlu qoyunçuluq Belarusiyada yox. Zərif yunlu qoyunçuluq daha çox inkişaf edib Türkmənistan, Özbəkistan, Əfqanistan və Cənubda Namibiya, Car və Botswana. Tamamilə doğrudur. Yunluq ətlik qoyunçuluğun rütubətli ərazilərdə səhvdir. Quraq ərazilərdə, yarım səhra və quru çöllərdədir. Doğru cavabımız 12 dənə oldu yoldaşlar C. 13-ə baxırıq. Dünya Torpaq Fonduna daxildir. Dünya Torpaq Fonduna daxil Antarktida və Qrinlandiya istisna olmaqla yerin quru sahəsi. Çünki bura daimi donuşluqdur. Cavab nə variantı? A. 14-ə baxırıq. Şollar və incə düzlərinin müvafiq yerləşir fiziki rayon. Şollar düzü gözəl yoldaşlar. Böyük Qafqazın şimal-şərqi olaraq Samur dəvəçidədir. Cayan incə ərami düzləri isə Kür tektonik çəkəkliyi daxilində Araz çayının sol sahili Arazboyu fiziki rayonuna aiddir. Cavabımız B bəndi. Bəli. 15-ə baxırıq. Cənub və Şərq yarımkürəsində yerləşən liman şəhərləri. Yoldaşlar, burada doğru cavab olacaq Y variantı. Port Hedland və Dampier müvafiq olaraq və Newcastle Avstraliyanın limanlarıdır. Cavab nədir yoldaşlar? Y. Müəllim nəyi atım? A-da Nagoyanın Şanxayı at getsin. B-də müəllim Cənub-Qərb dediyi üçün mən Santos Tubaranı atıram, Braziliyadadır. Müəllim C-də bilirəm, Los Angeles atıram, Pusanı atıram. Los Angeles və Pusanı neynirəm? Atıram. Eyni zamanda Vladivostoku da atıram, o da şimaldadır. Bəli, Marseli atıram, Koben'i atıram, Valdizi atıram. Deməli, cavab nə qaldı yoldaşlar? Cənub və Şərqdə Y variantı. Qutardı 7. B niyə səhv oldu? Santos Tubaran Cənub və Qərbdədir. Qərbdə, Braziliyada. Sonra 16. Milli etnik səbəbləri federativ olan ölkələr məşhur ölkələr idi. Bunlarda milli etnik səbəb deyəndə çox saylı xalqlara görə. Bura uyğun gəlirdi Nigeriya 2, bura uyğun gəlirdi Rusiya 5 və Hindistan 6. Gözəl yoldaşlar 1, 4 və 3 tarixi coğrafi xüsusiyyətlərə görə federativ ölkələrdir. Cavab 2, 5, 6 variantımız Y variantı. Tapşırıq aydın 16-da. 17-yə baxırıq. Qeyri-filiz mənşəli faydalı qazıntı deyəndə yanacaq resursu olan qara kvadrat. Yəni yoldaşlar bunun adı daş kömürdür. Bu çökmə suxurdur. 1 dəmir filizidir, 2 polimetaldır, 3 qızıldır, 5 isə, yəni Y isə misdir. Ona görə də yoldaşlar bunlar filizdir. 18. Cənub-Qərbi Asiyada inkişaf etmiş ölkə bir dənədir. O da bilirsiniz, İsrail dövlətidir. Neft ixrac edən ölkə kimi biz deyə bilərik Səudiyyə Ərəbistanı, bəli. Və YS ölkəsi kimi Türkiyənin adını çəkə bilərik. Cavab A variantıdır.
19 sadədir. Düzən meşələri Azərbaycanda interzonal landşaftdır və şirin yeraltı suların səthə çıxdığı yerlərdə Samur Dəvəsi ovalığının şimalı, Qanı Qayrisay vadisi və Lənkəran ovalıqlarındadır. Doğru cavab verilənlərdən D variantı hesab olunacaq. 20-yə baxırıq yoldaşlar. Miqyas 1 bölünsün 50 milyon olan xəritədə AB məntəqələr arası məsafə 12-dir. Bu tipli testlər çox sadədir artıq. 500-ü vuracaq neçəyə gözəl yoldaşlar? 12-yə. Cavab eləyir 6000, bəli. Variantımız nə variantı? Y variantı. Qutarı getdi. Yoldaşlar 21-ci test. 21-ci test tapşırığı sadədir. Sualda bizə deyir ki, xəritə sxemdə doğru verilmiş bəndi müəyyən edin. Yoldaşlar, burada vəziyyət belədir ki, birin olduğu bölgələr bilirsiniz ki, məşhur vulkanımız var, bizim Palçıq, Torağay vulkanının olduğu ərazidir. Palçıq vulkanları, Palçıq vulkanı. 2-nin olduğu yerlərdə yoldaşlar, sizlər bilirsiniz ki, Qobustan Alçaq dağlığı bölgəsində bizdə Bedlendlər ola bilər, Bedlend. 3-ün olduğu yerlərdə gözəl yoldaşlar, Qanı Qayrisay vadisidə ola bilər, gətirmə nələri, konusları. 4-ün olduğu yer yüksək dağlıqda, orada da ola bilər təknəvari nələr, dərələr. Düzgün cavabımız variant olaraq C variantı oldu. Bəli. 20-də cavab nə oldu? 20-də cavab oldu gözəl yoldaş Y variantı, 21-də cavab oldu C variantı. 22-yə baxırıq. Bakı şəhərinin enerji təminatına əsas yer tutan elektrik stansiyalarının yerləşdiyi iqtisadi rayon. Yoldaşlar, Bakı şəhərinin elektrik enerjisi təmin edir. 1. Şirvansalyan, bir də əlbəttə ki, mərkəzi Aran. Burada bizə doğru cavab olacaq 22-də B variantı. Çünki daha böyük həcmi Mingəçevir verir. Ona görə də cavabımız nə oldu? Mərkəzi Aran B variantı. Sonra Şirvansalyan cavablarda var, amma böyük hissəsi dediyi üçün cavab nədir? Mərkəzi Arandır. Yoldaşlar, dağın ətəyində temperatur 30 Selsi olarsa, qar xəttinin hansı hündürlükdən keçdiyini hesabla. Burada, bəli, burada ümumiyyətlə bir dənə də problem var. Bu dağın ətəyinin hündürlüyünü yazmalıydı. Bu dəniz səviyyəsidirmi, yoxsa deyək ki 500 metrdirmi, aydın oldu. Burada, bəli, bunlar özləri şərt. İndi kiminsə beynində tutduğunu biz bilməli deyilik, aydın oldu. Bəlkə ətəyi heç dəniz səviyyəsində deyil, aydın oldu. Ona görə yüngül sıxıntı var. Yəni biz yazacağıq 1000-ə neçə Selsi? 6 Selsi, 30-a neçə Selsi yoldaşlar? X. X bərabər nə qədər? 5000. Yəni burada çatışmayan cəhət bir də təkrarlayıram. Dəniz səviyyəsi və ya dağın hündürlüyü qeyd olunmalıydı. 24-də baxırıq. 24-də bizə nə deyir? Azərbaycan Respublikasının aid xüsusiyyətləri. Zəngin mineral resursa malikliyi, bəli, maliki. Qara torpaqlar yayılma arealı geniş deyil, yoldaşlar bizdə məhdud saydadır. Şamaxı, İsmayıllı, Gədəbəy, Şəmkir bölgəsi. Günəşli günlərin sayının çox olduğu ərazilər çoxdur. Günəşli günlərin sayının çox olduğu ərazilər bizdə kifayət qədər boldur. Bəli, Kür ərazi, Abşeron, Qobustan, Naxçıvan. Sənaye əməliyyatı meşə ehtiyatları çox deyil. Bizim meşə ehtiyatları 11-12% arasıdır. Böyük kabotaj daşımaları bizdə həyata keçirilə bilmir. Bəli, bizim çünki yalnız bir dənizə çıxışımız var. Ona görə də cavabımız nə oldu bala? 1-lə 3. Bəli, 1-lə 3. Sonra ÜDM-nin adam başına düşən payının çox olduğu üçün. Uşaq adam başına dediyi üçün sən burada avtomatik Nigeriyanı atırsan, Boliviyanı atırsan, Monqolistanı atırsan. Cavablar qalır 1 Yaponiya, 3 yoldaşlar Avstraliya və 6 İtaliya. İnkişaf etmiş ölkələr 1, 3, 6. Sadə bir test idi. Monqolistan gözəl ölkə. ÜDM həcmi az, əhalisinə görə böləndə təbii ki, adam başına daha az həcm düşür, zəif ölkədir. Sonra biz deyirik o 26-cı sual. 26-cı test tapşırığında bizə tektonik zona, relyef və geoloji quruluşu soruşur, dövrü süxuru soruşur. Böyük Qafqaz qalxmasına Samur Dəvəçi ovalığı ola bilməz, ön Qafqaz çökməsidir. Kür dağı çökü Ceyran çöl özü neogen düzdür, 2 doğrudur. Kiçik Qafqaz qalxmasında vulkanik, yəni antropogen 4-cü dövr doğrudur. Çünki cavan vulkanik süxurlar var. Ön Qafqaz əyilməsi şollar paleogen orada yanlışdır. 4-cü dövr antropogen olmalıdır. Kiçik Qafqaz qalxması Talış doğrudur, paleogen doğrudur. Cavab 2, 3, 5'dir. Yoldaşlar 6'da problem nədir? Acınor düzdür, amma Yura səhvdir. Neogen olmalıdır. Nə olmalıdır? Neogen. Neogen. Vəssalam. 2, 3, 5. Sual aydındır. 27. Uyğunluğu müəyyən edin. Atlantik, Sakit və Hind okeanları bizə verilib. Yoldaşlar, Saxalin adası və Sarı dəniz təbii ki, hamımız bilirik. Hardadır? Sakitdə. A. Maldiv adaları və Ərəbistan dənizi hamımız bilirik. Hinddədir. Yoldaşlar, Kuba adası və Karib dənizi Kuba Atlantikdədir. İrlandiya adası Şimal dənizi o da Atlantikdədir. Və son olaraq Novaya Zemlya və Kara dənizi bu Şimal buzlu okeanıdır və ona görə də heç birinə aid deyil. 1CD, 2A, 3B. Tapşırıq aydındır. Növbəti suala baxırıq. Azərbaycan ərazisində həm yerüstü həm də yeraltı içməli su mənbələri qeyri-bərabər paylanmışdır. Yerüstü su mənbələrinin böyük bir qismi Azərbaycan sərhədlərindən kənarda formalaşır. 31 km kubun 21 km kubu, 3/2-si kənarda, 1/3 ölkə daxilində. Azərbaycan sərhəddindən kənarda formalaşan Azərbaycanın interzonal formalaşır. Sağ ol bala. Azərbaycan interzonal landşaftların formalaşdığı ərazilərdə yerləşən yeraltı sular içməli su mənbələrində geniş istifadə olunur. Əhalinin əksər hissəsinin cəmləşdiyi Abşeron yarımadası içməli su çatışmazlığı olan ərazidir. Bu regionda içməli suya olan tələbatın ödənilməsi üçün başqa ərazilərdə yerləşən mənbələrdən istifadə edilir. 28-də mətnə əsasən ölkə ərazisində içməli su ehtiyatının böyük bir hissəsini formalaşdıran çayların adlarını müəyyən edib yazın. Yoldaşlar, bu bizim ən böyük çaylarımızdan hansılardır? Kür, bəli, Araz,
Qanıq, Kongo. Araz. Samur və Qabırlı deyə bilərsiniz. 29. Mətnə əsasən yeraltı içməli su mənbələrinin yerləşdiyi düzənlikləri. Yeraltı içməli su mənbələri bizdə var Kür-Araz ovalığında. Yoldaşlar var, bəli. Təbii ki, Qarabağ düzündə. Var Samur Qəvəç ovalığında. Var Qanıq Əyrisayda. Var təbii ki, Lənkəran ovalığında. Qusar maili düzənliyində termal mineral sulardır da, yeraltı sular deyil. Mətndə verilmiş regionun içməli su təminatına istifadə olunan mənbələri müəyyən edib yazın. Yoldaşlar, bunlar əlbəttə ki, Kür çayıdır. Çaylar sonra. Bəli. Sonra yoldaşlar, Samur Abşeron kanalıdır. Hansı kanaldır? Samur Abşeron yadınızı yarısı Ceyran batana gətirilir. Ondan sonra bəli, Şollar su kəməridir. O da yenə Bakıya gəlir. Sonra Oğuz, bəli, Qəbələ və Bakı su kəmərləridir. Oğuz, Qəbələ, Bakı. Aydın oldu bu testlər.